Bu yaxında futbol səhifəsi qarşıma çıxmışdı. Orada Qalatasarayın siz formasını geyməyiniz müzakirə səbəbi olmuşdu. Bir çox layklar, tənqidlər, müzakirələr var idi. Öncəliklə vurğulamaq istəyirəm ki, futbol azarkeşisiz. Futbol azarkeşi olmasam da, gənclik illərimdə həmişə formasını geyindiyim Qalatasarayın UEFA çempionatında oyununa tələbə vaxtı gedib azarkeşlik eləyirdik və təbii ki, bir türk komandasının beynəlxalq bir arenada yer tutması həqiqətən bizim çox sevdiyimiz bir məsələ idi. Türkiyədə olarkən dostlarımız Qalatasaraya da sayğı ilə yanaşdığımı bildiklərinə görə bütün oyunçuların və hətta texnik direktorun imzası olan islak imza deyirlər, bir formanı özəl olaraq hədiyyə elədilər və bu da təbii ki, Qalatasarayın rəhbərliyi səviyyəsində olan bir münasibət idi. Daha çox azarkeşi olan yaxın dostuma hədiyyə verdim onu. Sadəcə bir günlük geyinmişdim onu. Çempionatda xülasələrinə baxıram. Çox vaxt itkisi olduğuna görə əsasən dünya çempionatında finalı izləməyə çalışıram. Amma vaxtımı aldığına görə bunlara çox baxmamağa üstünlük verirəm. Amma bir şey həmişə mənə qəribə gəlir ki, top oynamaqla bağlı insanlara bu qədər sərmayə yatırıldığı halda elmlə bağlı, insanlığa töhfə verən məsələlərdə təəssüflər olsun ki, eyni miqdarların onda birini belə görə bilmirik. Bu təəssüf verici haldır. İnsanlar hansısa komandaya azarkeşlik eləsə də, digər insanları buna görə məhsəb tutan kimi düşmən görmək deyil, əksinə sadəcə olaraq bir istirahət forması olaraq qəbul eləsələr daha gözəl olur.